Peygamber ve Ali Peygamber'e salavat edeyim. Cümə günüdür, əziz gündür. Allah Teala ibadətlərimizi, itaatlərimizi qəbul eləsin. Allah cəmi ölənlərimizə, seyyidlərə, şəhidlərə, varis, bivarislərə, bədvarislərə, boynumuzda haqqı olanlara, dünyasını dəyişmiş valideynlərimizə qəriqi rəhmət eləsin. Peyğəmbər və Ali Peyğəmbərə salavat edeyim. Cümə günü məxsusdur ağamız, Mevlamız Həzrəti Məhdi əleyhissalam. Allah Həzrətin zuhurunu təcil eləsin, bizi onun yar-ı yavərlərindən qərar versin, salavat edeyim. Allahümme salli ala Muhammed və Muhammed. Allah Teala əziz vətənimizdə, yaşadığımız ölkədə, bütün dünyada, İslam ölkələrində, Əhl-i Beyt ölkələrində, məxsusən İran ölkəsindəki müharibə gedir, vəziyyət neçə vaxtıda davam edir. Allah özü sülh-i əmin-amanlığı bərqərar eləsin, salavat edəyək. Allahümme salli ala Muhammed və Muhammed acil. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala cemiyil enbiyai vel mursalin. Siyyama khatamihim ve afsalihim Muhammed. Allahümme salli ala Muhammed ve Muhammed. Ve ala ehli beytihil etyabin l'ancabin. Siyyama bagiyetillahi fil aradin. Bihim netevalla ve min adaihim netebarra'u ilallah. Usikum ve nefsi bitekvallah. Ya eyyühellezine amenu ittakullah ve kunu ma'as sadiqin. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əziz möminlər, dəyərli həmvətənlər, özümü və sizi ilahi təqvaya, pəhrizkarlığa dəvət eləyirəm. Allah bizi daim öz müttəqi bəndələrindən, təqvalı, yəni Allahdan qorxan, ondan qorxan, onun sözlərinə əməl eləyən, onun qadağalarından uzaq dayanan bəndələrdən bizim hamımızı qərar versin inşallah. Bir hədis demək istəyirəm, təbərrük olaraq söhbətin əvvəlində hədisi gördüm, çox xoşum gəldi, istəyirəm onu sizlə də paylaşım. Hədis İmam-ı Kazım əleyhissalamdır. Buyurur ki, hər vaxt hacətiniz olsa Allahdan bir istəyiniz olsa, Allahı Həzrəti Peyğəmbərə və Əliyyə an verin. Deyin ki, Allahümme inni əs'aluka bihaqqi Muhammedin və Aliyyin. فَإِنَّ لَهُمْ عِنْدَكَ شَأْنًا مِنَ الشَّأْنِ. İlahi sən an verirəm Peyğəmbərə və Əliyyə, mənim hacətlərimi həyata keçir, çünki onların sənin yanında uca məqamı var. İmam buyurur ki, yəni bu cür duaya başlayanda insanın duası, hacəti qəbul olar. Əlbəttə, duanın qəbul olmasının, hacətin qəbul olmasının neçə şərti var. İmam da o şərtlərdən biri, İmam bunu buyurur. İnşallah Allah bütün duaları qəbul eləsin, Peyğəmbər və Ali Peyğəmbərə salavat edeyim. İnsan unutkan varlığıdır. İnsan biraz başı qarışanda çox şeyi unudur, Allahı unudur, dini unudur, Peyğəmbəri unudur. Özünü unudur, öz qiymətini unudur. Hansı dəyərə malikdir, hansı qiymətə malikdir. Allah onu nə qədər çox sevir, Allah üçün nə qədər əzizdir. Allah onu niyə yaradıb, yaranmasının hədəfi nədir? İnsan unudur bunu, əksəriyyət belədir. Ona görə də Allah Teala Peyğəmbərləri, imamları, müqəddəs kitabları göndərib və nazil eləyib ki, həmişə bizim qiymətimizi bizim yadımıza salsınlar. Bu qədər Allah ki, Peyğəmbər
göndərib, imam o qədər xərc çəkib, o qədər maya qoyub. Bir hədəfi budur ki, gəlib bizə desinlər ki, insan sən nabada öz dəyərini unudarsan, nabada qəflətə düçar olarsan. Bunlar gəliblər daim bütün bu dini proqramların, bütün bunların imamların, peyğəmbərlərin müqəddəs kitabların xülasəsi budur ki, bizə desinlər ki, unutma. Öz qiymətini unutma. Əlbəttə bir ayədə Allah buyurur ki, əgər siz unutsaz, Allah da sizin özünüzü sizə unutdurar. Həşr surəsinin 19-cu ayəsində Allah buyurur ki, وَلَوْ تَكُونِ كَالَّذِينَ نَسُوا اللّٰهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ Əgər siz də elə şəxslər kimi olsunuz ki, Allah'ı unuttular, Allah da sizin özünüzü sizin özünüzə neyniyər? Unutturar. Ulaike humul fasiqun. Onlar da fasik oldular. Allah'ın günahkar bəndələri oldular. O da hədislərdə, həm Quranın özündə var, həm hədislərdə var. İmamlar, peyğəmbərlər bizə tez-tez qiymətimizi xatırlayırlar. Məsələn, bir hədis var, məşhurdur, Həzrəti Əmir-əl-Müminin Əli ibn Əbi Talibdən buyurur ki, İnnə li ənfusikum səmənən. Ey insanlar, sizin bir qiymətiniz var. Allah sizin üçün bir qiymət müəyyən eləyib. Fəla təbi'uha illə bil cənnə. Sizdən nabada özünüzü cənnətdən ucuz qiymətə satasınız. Ey insan, sənin qiymətin cənnətdir. Əmir-əl-Müminin Əli əleyhissalam buyurur. Nabada deyir, özünü cənnətdən ucuz satasan. Bizim qiymətimizi kim müəyyən elədi? Həzrəti Əmir-əl-Müminin Əli ibn Əbi Talib əleyhissalam. Cənnət nə deməkdir burada? Yəni kamal, yəni ucalıq, yəni mənəviyyatın ən üstün mərhələsi. Yəni peyğəmbərlə oturub durmaq, onlarla bir cərgədə olmaq. İhdinəs sıratal müstəqim, sıratəl-ləzīnə ən'amtə aleyhim. İlahi, məni doğru yola hidayət elə, kimlərin yoluna, o şəxslər ki, onlara neymət vermisən. Peyğəmbərlərin, imamların, övliyaların, salihlərin. Allah bu həm surəsi ilə də bizə qiymətimizi xatırladır. Deyir ki, ey bəndə, ey insan, sən peyğəmbərlə yanaşı qalmalısan. Sən imamlarla yanaşı addımlamalısan, bir yerdə olmalısan, onlarla oturub durmalısan. Qayril məğdubi aleyhim vələddal. İlahi, elə olmasın ki, qəzəbə duçar etdiyin adamlarla bir yerdə ol. İnsan bunu namazda deyəndə fərqində varsa, birdən özünü övliyaların izdihamında hiss edir. Sanki 124 min peyğəmbər, bütün övliyalar, hamısı bir yerdədir, sən də onlarla bərabər addımlayırsan. Sən də onlarla bir yerdəsən. Nə əzəməti var? İmam da onu buyurur, Əmir-əl-Müminin. Deyir, ey insan, navada unudasan, sənin qiymətin, sənin dəyərin cənnətdir, kamaldır, ucalıqdır, ucalığın, mənəviyyatın, əxlaqın zirvəsində olmaqdır. Bir hədisdə yenə də İmam Sadiq əleyhissalam bizim dəyərimizi bizə göstərmək üçün başqa bir misal çəkir. Bunlar davamlı şəkildə bizə bunu xatırladılar ki, qiymətini unutma, dəyərini unutma. Buyurur İmam Sadiq əleyhissalam, Əl-mu'minu ə'əzəmu hurmətən minəl-Kə'bə. Müminin ehtiramı Kə'bənin ehtiramından daha üstündür. Kəbə elə bir yerdir ki, hacılar gedər, ətrafına dolanar. Nə qədər əməli var yerinə yetirirlər.
İmam Sadiq buyurur ki, mümin bir bəndənin ehtiramı, dəyər, qiyməti həmən Kəbə evinin dəyər və qiymətindən üstündür. Deyirsən, sən Allahın şah əsərisən. Allah sənin üçün plan tökür. Allahın sənə görə hədəfi var. Sən əgər bu hədəfə uyğun hərəkət eləməsən, uduzursan, özü də çox pis uduzursan. Peyğəmbər gör insanın dəyərin, müminin dəyərin göstərmək üçün nə buyurur? Çox möhtəşəm bir hədisdir də. Bir insan bunları yadda saxlamalıdır ki, öz davranışında bir ehtiyatlı olmalıdır. Çünkü hadis İmam Sadiq ne buyurdu? Dedi ki, müminin ehtiramı Kəbənin ehtiramından üstündür. İndi sən də gərək bir müminlə davrananda gərək elə bir Kəbə ilə davranırsan. Nə bada əzəsən onu, nə bada ehtiramsızlıq eləyəsən, nə bada qeybətini eləyəsən, nə bada məsxərə eləyəsən, qəlbinə dəyəsən, incidəsən. Çünki bunun ehtiramı Kəbənin ehtiramından üstündür. İndi gör Peyğəmbər nə buyurur? Peyğəmbər buyurur ki, mən əhzənə mu'minən thumma atahud dünya. Əgər bir nəfər bir mümini incitsə, onu kədərləndirsə, onu məhsun eləsə, qəlbinə hüsn gətirsə, sonra da bütün dünyanı ona hədiyyə versə. Çünki bağışda səni incitdim, səni kədərləndirdim, indi istəyirəm ki, könlünü alam. Sonra sənin könlünü almaq üçün Peyğəmbər buyurur, sən ona dünyanı versən belə, yenə də onun qəlbini qırmağının kəffarəsi olmaz. Xeyri yoxdur ki. Gör indi insanın nə qədər uca məqamı var, nə qədər əzəməti var. Peyğəmbər buyurur ki, sən əgər onu incitsən, ailədə, dostluqda, cəmiyyətdə, bazarda, dükanda, fərdi, ictimai, bunlar zarafat deyil. Bizim müşkülümüz adətən nədir? Bunları zarafat bilirik. Bunları qeyri-ciddi bilirik. Bunları söz bilirik. Bunları şuar bilirik. Amma məsələn, o övliyalar, salih bəndələr bu sözləri şuar bilməyib ki, bunları eyni həqiqətin özü bilib. İmam nə deyib onlara? Onlar, mən bir maraqlı bir şey oxudum. Əlbəttə söhbətimizdə çox da aidiyyəti yoxdur. Bir imamlarımız, zahirən İmam Sadiq əleyhissalam idi. Bir sahabəsi vardı, Humran ibn Əyən. Bu müflis olmuşdu. Xəlifə, zalim xəlifə onun bütün varın, dövlətin əlindən almışdı. Bilərəkdən onu müflis, Əhl-i Beytlə dostluğuna görə onu müflis eləmişdi. Birinin də ona borcu var idi. Eşitdi ki, bu Humran bunu müflis eləyiblər, bütün varın, dövlətin əlindən alıblar. Bu da özünün pulu yox idi. Evin satdı, gətirdi bunun borcunu versin. Bu da gəlib borcunu verəndə, bu da Humran da müflis vəziyyətdədir. Dedi, bu pul nədir? Mən səni tanıyıram da, sən bilirəm səndə pul yoxdur. Və bu qədər pulu hardan gətirirsən, indi borcumu verirsən? Dedi ki, mən evimi satmışam. Bu gör nədir? Deyir, İmam Sadiqdən hədis var. Deyib ki, heç kəs bir borclunu, pulun öz borcunu qaytara bilməsə, onu evini satmağa məcbur eləyə bilməz. Mən sənin bu pulu ala bilmərəm. Çünki imamın belə deyib. Nə qədər bir imam söz deyib, bu sözü özü üçün nə bilir? Qanun bilir. Deyib ki, imamım deyib ki, bir nəfər əgər evini satsa, borcunu versə, heç kəs o pulu ondan ala bilməz. Bu da qanundur. Bunlar
Şuardır bu sözler. Əgər biz bu sözləri şuarlıqdan çıxartsaq, həyat devizimizə gətirsək, həyat sərlövhəmizə gətirsək, həyat olar Gülüstan. Sonra bir hədisdə, hədis-i qudsidir, İmam Sadiq əleyhissalam buyurur Allah'tan. Allah buyurur ki, qal Allah Azze ve Celle liya'zane bi harbin minni men aza abdil mu'min. Herkes bir mümin adamı incitse, Allah buyurur hadisi kutsi'de, herkes bir mümin adamı incitse sanki o məndən muharibeye qalxıb. Muharibeye qalxıb. Kim buyurur bunu? Allah buyurur. Bu hem bizim ictimai münasibətlərimizin düzəlməsində rol oynayır. Mesela hanım da mümin, er də mümin. İndi bu hədislərə əsasən nə er mümin öz xanım müminə həyat yoldaşını incidə bilər, nə bu müminə xanım mümin ərini incidə bilər. Çünki əgər incitsələr Allahla müharibəyə qalxıblar. Əgər incitsələr sonra dünyanı da bir dəstə güllə həll olunan şey deyil. Bir dəfə yeməyə aparmayla düzələn şey deyil. Sən dünyanı da versən, sonra deyilən bağışda üzr istədim, əsəbləşdim dedim. Elə adam gərək əsəbləşəndə deməyə də, çünki əsəbləşməyəndə heç kəs artıq əski demir ki, adam əsəbləşəndə deyir. Din gəlib ki, əsəbləşəndə bizi kontrol eləsin. Deyir, bağışda deyir, üzr istəyirəm, qanım qara idi, belə dedim. Sən qanın qara olanda özünü kontrol elə. Yoxsa kimin Nəsirin yazı, kimin yaxşı olanda, kim başqasına bir söz deyir. Adamın kefi kök olanda kefi kökdür də, hər kəsin nazını çəkir, sən əsəbləşəndə. İndi bunları niyə dedim? İnsan öz dəyərini biləndə, bu ictimai münasibətdən əlavə, öz həqiqi hədəfindən dönmür. Odur imam gəlir, peyğəmbər gəlir, müqəddəs kitab gəlir. Dəqiqədən bir yadımıza salır ki, sənin hörmətin Kəbədən üstündür. Sənin qiymətin cənnətdir. Sən o sirat-əl müstəqimdən dönmə. Əzizim, dönmə. Palaza bürün, ellə sürün yoxdur. İmamın işi, peyğəmbərin işi budur. Biz unuduruq axı. Sən unudursan, imam da, bunların da bizə ürəyi yanır, Allahın da ürəyi yanır. İnsan unudur, dəyərini unudur. Deyir, Molla Nəsrəddinin bir ulağı var imiş, xoşu gəlmirmiş. Yəni, köyünə qocalmış ulaqdır falan. Qərara gəlir ki, bunu satsın. Aparır bazara, bir dəllal bunu görür, deyir, nədir, deyir, bu ulaqdır, indi satma istəyirəm. Dəllal deyir ki, məsələn, 5 manat ver mənə, mən bunu satıram sənin üçün. İşi odur da. Verir. Sonra bu dəllal ki, bu ulağı indi bazara çıxardıb satır, başlayır bunu tərifləməyə. O qədər tərifləyir. Deyir, ümumiyyətlə, bu ulaq deyir ki, bu buraqdır. Buraq Peyğəmbərin meyraca getdiyi heyvanın, atın adıdır. O qədər tərif. Deyir, məsələn, bu ulaqdır, bu buraqdır falan. Nəsrəddin, Molla Nəsrəddin özü şəkkə düşür. Deyir, həqiqətən də buraqdır. Deyir, satmıram. Deyir, dəymə, qoy satım. Deyir, yox, satmıram. İndi bir müdrik deyir ki, bizim üçün də bir nəfər olmalı ki, deməli ki, sən buraqsan, sənin dəyərin var, sənin əzəmətin var. O da bir ayədə, Maidə surəsinin 100-cü ayəsidir. Çox gözəl ayədir, çox qəşəng ayədir. Həmən ayədə görə Allah nə buyurur? Deyir ki, Qul la yəstəvil xəbisu və təbib. Deyir, de ya Peyğəmbər, de, insanlara denən ki, mundarla təmiz şey eyni deyil.
Nə gözəl ayə. De mənim bəndələrimə de, ey mənim bəndələrim, mundarla təmiz eynidir. Bütün dünya mundar olsa, qərar deyir ki, sən də özünü natəmiz eləyəsən. Qul la yəstəvil xəbisə vəttəbi və ləv ə'əcəbəkə kəsrətul xəbis. Əgər bütün dünya mundar olsa, əgər bütün ayə buyurur, Maidə surəsinin 100-cü ayəsi, deyir, əgər bütün dünya mundar olsa və bu mundarlıq səni heyrətə gətirsə, yenə də bu əsas verməzsən mundar olasan, natəmiz olasan. Sən gərək təmizliyi Allah buyurur, mənə buyurur, hamına buyurur, digərinə buyurur. Bəzən deyirsən ki, niyə elədin bala? Deyir, dostum elədi, mən də elədim. Deyirsən, niyə sən bu cür toy elədin? Deyir, cəmaət eləyir, mən də elədim. Niyə falan yerə getdin? Deyir, cəmaət getdim, mən də elədim. Niyə bu cür geyindin? Niyə bu cür keçindin? Deyir, hamı elədi, mən də elədim. Allah deyir ki, hamı sənin üçün dəyər deyil. Hamı əgər natəmiz olsa, qərar deyir ki, sən natəmiz olasan, sən qədrini bil. İmam Kazım əleyhissalam buyurur, deyir, əgər sənin əlində bir mirvari olsa, bütün dünya yığışsa, desə ki, sənə əlindəki mirvari deyil, qozdur, bu sənin üçün fərq eləyər. Bütün dünya desin ki, bu mirvaridir. Mən ki, yaxşı bilirəm əlimdəki mirvaridir. Deyir, əgər sənin əlində bir qoz olsa, bütün dünya desə ki, əlindəki mirvaridir, sən ki, yaxşı bilirsən əlində olan qozdur. Sənin üçün fərqi yoxdur. Deyir, əgər, nə demək istəyir? Deyir, sən öz qədrini bil, sən tutduğun yolun düzlüyün bil. Sonra bütün dünya desə ki, sənin getdiyin yol səhvdir, sən gərək o mədəniyyətindən, dini əxlaqından, dini dəyərlərindən dönməyəsən. Çünki imamım, dinim, Qur'anım mənim qiymətimi müəyyən edir. Allah rəhmət eləsin, Abbasqulu ağa Bakıxanova. Çox, mən o Gülüstan-ı İrəm kitabını yazıb, tarix kitabıdır. Demək olar ki, Azərbaycanda yazılmış ilk müstəqil tarix kitabıdır. Azərbaycanda demək olar ki, tarix elminin banisini də Bakıxanov qoyub. O Gülüstan-ı İrəm elə o tarix kitabıdır. Orada müqəddiməsinə baxırdım, o bir nəfər indi ona yazıb. Deyir ki, Bakıxanov, əlbəttə onu pis mənada deyir. Əslində o Bakıxanovun hüsnüdür və din də onu istəyir. Deyir, o düzdür, məsələn, Çar hökumətində yaşamasına baxmayaraq, bu mədəniyyətdə yaşamasına baxmayaraq, öz dini kimliyindən əsla əl çəkmədi. Polkovnik oldu, mütərcim oldu, sarayda işlədi, orada oldu, burada oldu. Dünyanı gəzdi, digər mədəniyyətlərlə tanış oldu, o yazır, o komünist yazır. Deyir, o zərrə qədər də öz dəyərlərindən dini dəyərlərindən əl çəkmədi. Orada idealist sözün işlədir. Bu, indi yaşlı nəsil bilər də, Sovetin dövründə bu dindar təbəqəyə idealist deyərdilər, möhfümatçı deyərdilər. Realist sözünün müqabilində, məsələn, özlərinə deyərlər ki, realistik biz. O dini təbəqəyə deyərlər ki, bu idealistdir. Yəni, bunlar xurafata, puşluğa inanırlar. Deyir, bir gün, bu Abbasqulu ağa da mömin imiş, namaz qılan imiş. Axırda da, desən, hər səfərindən qaydanda vəfat eləyir və qəbri də, desən, elə Həbəşədə, indiki Efiopiyada dünyasını dəyişir. Mömin imiş, mütədəyyin imiş, dini dəyərlərinə əməl elirmiş, Nikolayın da vaxtında yaşayıb. Nikolayın o sarayla da əlaqəsi varmış da, Nikolayın Çar hökumətinin, 1-ci Nikolayın vaxtında. Nikolayın xanımı eşidir ki, Abbasqulu ağa mömin adamdır, namaz qılan adamdır, şarab içmir, araq içmir. Deyir, necə yəni içmir? O, mən ona təklif eləyərəm, içər. Cəmaət mənlə bir süfrədə oturmayı özü ilə Nikolayın xanımı deyir. Cəmaət mənlə bir süfrədə oturmağı özü üçün fəxr bilir. İstəyir ki, mən ona şərab uzatsam, o atqaz eləyər. Yəni bir süfrədə indi ona şərab uzadanda yenə də
Abbasqulu ağa dini kimliyin qoruyur. Deyir ki, sən mənə deyirsən ki, iç. Amma səndən daha böyüyü mənə deyir ki, içmə. Özün də kimin sözünə qulaq asım? Sənin sözünə qulaq asım, ya səndən böyüyün sözünə qulaq asım? Deyir, rumkanı qoyur yerə, deyir, məndən böyüyünün sözünə qulaq. Məndən böyüyün sözünə. İnsan əgər kimliyinə, dəyərinə inansa, dostlarım belə eləyir, mən də eləyirəm. Eləsin də deyir, mənim nəyimə lazım? Mənim öz prinsiplərim var, mənim öz dəyərlərim var, mənim öz əxlaqım var. Mən Əli məktəbinin, Peyğəmbər məktəbinin, Quran məktəbinin nümayəndəsiyəm, təmsilçisiyəm. Mən beləyəm. Sən eləsən ol, mən beləyəm. Mən bundan fəxr eləyirəm, mən hicabımla fəxr eləyirəm, mən saqqalımla fəxr eləyirəm, mən sinə vurmağımla fəxr eləyirəm, mən Hüseyn şüarımla fəxr eləyirəm, mən ərbəyinə getməyimlə fəxr eləyirəm, mən ehsan verməyimlə fəxr eləyirəm, mən bunu eləyirəm, fəxr eləyirəm, bunu eləyirəm, fəxr eləyirəm, bu mənim həyat tərzimdir. Kimin xoşu gəlmirsə buyurub gedə bilər. Mən buyam. Din deyir ki, sən bu cür ol. Sən paklığını qoru, bütün dünya natəmiz olsa belə. Allah'ın veririk izzət-i cəlalına, əzəmətinə, böyülüyünə bizi pak bəndələrindən qərar versin. Əziz bəndələrindən qərar versin. Allah bizi öz qiymətini bilən bəndələrindən qərar versin. Allah bizi bu cür yetişdirməkdə bizi müvəffəq eləsin. Həzrəti Əli əleyhissalamın sözünü yaddan çıxartmayaq ki, qiymətimiz cənnətdir, özümüzü cəhənnəmə satmayaq, özümüzü natəmizliyə satmayaq inşallah. Bütün möminlərin istəyi budur da, biz hamımız buna çalışırıq, Allah bizi müvəffəq eləsin. Allah da Quranda buyurur ki, mən cahədu fina lənəhdiyənnəhum subulənə. Hər kəs bunu istəsə və buna görə çalışsa, biz onu doğru yolumuza, öz yolumuza hidayət eləyərik. Allah bizi hidayət eləsin inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkul ləhu kufuvan əhəd. Sadaqallahul əliyyül əzim. Salavat edin.